Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları 2000-ci il təvəllüdlü Abuzər Əl-Mühacir dini ləqəbli Quliyev İlqar İlhamoğlu, 2005-ci il təvəllüdlü Abdürrəşid dini ləqəbli Piriyev Amin Elşadoğlu və 2005-ci il təvəllüdlü Abdurrəhman Əl-Azəri dini ləqəbli Əlizadə Elvin Sənanoğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranmışdır. Samimdəki qardaşlarımıza Esselamu Aleyküm və Rəhmətullahi və Barakatuhu. Allahın izni ilə biz beyət edirik, itaət edirik. Həqiqətən Allah üçün biz bunu edirik. Allah şahiddir ki, biz bu beyəti Quran əsasında veririk. Samimdəki qardaşlarımız vasitəsilə biz beyət edirik. Allah müsəlmanların hamısını bir sözlə birləşdirsin. Allah kafir qarşı bizə qələbəni tezləşdirsin. Əxi, aləmlərin Rəbbindən olsun əxi. Yəni sən bu mənim yaşadığım hissləri yaşamalısan da. Hələ heç eləməmişik. Gəlirəm bir dənə şeydir, baxıb qayıdacam. Əxi, vallahi bunu yaşamalısan. Adı çəkilən şəxslər IŞİD terror təşkilatının Vilayət-i Xorasan silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib, səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Dünyadakı bir neçə şeyləri görüb ondan ilhamlanmışdıq. Yəni istər terror təşkilatları olsun, istər IŞİD. Mən Elvin Amin adında dostumla görüşüb bu məsələ haqqında düşünmüşəm. Yəni biz icraat eləmək istəmişik. Bizim əsas məqsədimiz səfirlikdə maşınlarına qarşı, yəni minməmiş də belə deyək, nəsə eləyək orada. Bu işdə mənə kömək eləyən Elvindən Amin. 2025-ci ilin sentyabr aylarında mən də bir maraq yaratmağa başladım. Bununla bağlı yəni öz bir simpatiya yarandı bu işə qarşı məndə. Mən nəsə şeyin izinə düşdüm. Bu dini radikal qrupların izinə düşdüm ki, mən bunları araşdırırım. Yəni görüm bunlar kimdirlər, məqsədləri nədir, nəçidirlər. Mən bir dənə Instagramda Xilafətin Aslanları adında bir dənə səhifə açdım ki, yəni onunla insanları özümə cəlb edeyim. Yəni o əqidədə olan insanları özümə cəlb edeyim. Onlar 2025-ci il oktyabr ayının əvvəllərində mənə yazılar. Və mənə yazılar ki, yəni belə sən də görürəm bizim əqidədən, sənlə tanış olmaq istəyirik. Mən də onu qəbul elədim. Elvin gəldi Gəncədən bura gələndə bilmədi ki, bunun üçün gəlmişəm. Saskı komitəsinin yanında. Burada gözləyirdik, Dövlət Təşkilat Xidməti əməkdaşları bizi saxladı. Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir.